Zəkəriyyə 5-ci fəsil 6-cı görüntü. Uçan tumar. Mən yenə başımı qaldırıb baxanda uçan bir tumar gördüm. Mələk, nə görürsən, deyib məndən soruşdu. Mən dedim, uçan bir tumar görürəm. Onun uzunluğu 20 qulac, eni 10 qulacdır. O dedi, bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq eləyən hər kəs kəsilib atılacaq. O biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib atılacaq. Lənət yağdıracağam, bəyan eləyir ordular Rəbbi. Oğrunun evinə və mənim adımla yalandan and içən adamın evinə lənət girəcək. O evin içində qalacaq. Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv eləyəcək. 7-ci görüntü. Ölçü qabındakı qadın. Sonra mənlə danışan mələk yaxınlaşıb dedi, başını qaldırıb ortaya çıxan bu şeyin nə olduğunu gör. Mən, bu nədir, deyə soruşdum. O cavab verdi. Bu ortaya çıxan şey bir ölçü qabıdır. Sonra əlavə elədi. Bu bütün ölkə xalqının təqsiridir. Qabın quruğuşun qapağı qaldırıldı. Qabın içində bir qadın oturmuşdu. Mələk bu qadın pislidir dedi və qadını ölçü qabının içinə atıb, üstünə quruğuşun qapağı bastı. Mən başımı qaldırıb baxanda gördüm ki, 2 qadın çıxdı. Onlar qanad çalarkən külək qalxırdı. Qanadları leylək qanadlarına bənzəyirdi. Onlar qabı yerlə göy arasına qaldırdı. Mənlə danışan mələkdən soruşdum, qabı hara aparırlar? O mənə dedi, Şinar ölkəsində ona bir ev tikmək üçün oraya aparırlar. Ev hazır olanda qab oraya, öz yerinə qoyulacaq.